Salam əziz həmvətənlərim, bugün ayın 26-sı Arahidi Az Saiti İstanbul şəhərindən sizləri salamlayıram. Bəli, biz Azərbaycanımızın gəncləri ilə fəxr edirik. Mənim yanımda hüquqşünas, İstanbul şəhərində hüquq fakültəsinin tələbəsi Nihat qardaş da yanımdadır. Və həqiqətən də Nihat gələcək Azərbaycanımızın, mən deyərdim, hüquqşünası və gözəl hakimi olacaq. Nihat müəllim, necəsiz ay Nihat müəllim? Çox sağ olun müəllim, yaxşı olasınız. Peki, Allah yaxşı olun. Azərbaycan xalqını qorusun. Amin. Salamlar. Mən çox Gözəl sağlam ki, sizin yanınızdayam. gözəl hüquqşünasımız, Bugünləri- gələcəyimizin hakimi Çox Nihat sağ olun, sağ olun. müəllim. Yaşasın Azərbaycan xalqı. O cümlədən bu günləri kafedra müdürü ilə İsmail müəllimə tanış etdim və onu tanıdı və onun Avropa İnsan Haqları Məhkəməsində olan fəaliyyəti ilə əlaqədar onu təbrik etdi. Bilirsiniz nətərdir? Kimliyindən, dinindən, əqidəsindən asılı olmayaraq Nihat müəllim, əgər biz Azərbaycanlıyıqsa, Azərbaycan dövlətimizi, dövlətçiliyimizi Hər hansı zaman ölkədə olmağımıza asılı olmayaraq biz Azərbaycan dövlətimizi müdafiə etməliyik. Azərbaycan dövlətimiz hüquqi dövlətdir. Bilirsiniz, bəli, biz bu dəqiqə hal-hazırda Türk dövlətində, Türk qardaşlarımızın yanındayıq. Bir dövlət, iki millət. Ulu Öndər Heydər Əliyevin bir yaxşı sözü var idi, gözəl kəlamları var idi. Bu kəlamlardan biri də bundan ibarət idi ki, istəyir vəzifəsi olmasın, kimliyindən asılı olmayaraq, əgər Azərbaycan dövlətinin pasportunu daşıyırsa, o təyyarəyə minib gedirsə hansısa bir dövlətə, o dövləti Azərbaycan dövlətinin bir diplomatı olaraq Azərbaycan dövlətini təmsil edir. bəli. Azərbaycan dövlətimizin haqqında yüksək səviyyədə fikirlər danışmalıdır. Ancaq çox təəssüflər ki, biz hər ikimiz də hüquqşünasıq, qanunu sevənik, qanun şahdır. Ancaq çox təəssüflər ki, bəzi o vətəndaşlar var, Azərbaycan vətəndaşlarıdır, Avropa ölkəsinə qaçaraq Azərbaycan dövlətinin bugün inkişafını bəyənmirlər. Qarabağımız azad olmasını bəyənmirlər. Bugün Xankəndi azad olmasını bəyənmirlər. Həzm edə bilmirlər. Bizim hüquq mühafizə orqanları xalqımıza qara yaxma kampaniyaları irəli sürürlər. Təhqirlər edirlər. Mən buna tam əminəm ki, bir hüquqşünas olaraq Avropa dövləti də bugün anladı ki, Azərbaycan dövləti hüquqi dövlətdir, demokratik bir dövlətdir. İnşallah bunların yerləri də bəllidir Avropada. Bunlar tez bir zamanda